Hər kəsə salam. Kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Sizi də götürmüşəm, gedirik Qorkovo parka. Ola bilər ki, Qorkovo parkın adını səhv deyim. Gah ora Qorikova park deyirəm, gah Qorkovo park deyirəm. Bəlkə də ikisini də səhv deyirəm. Adını bilənlər artıq başa düşdü ki, hansı parkı deyirəm. Səhv desəm də siz düz qəbul edin. Demək xanımlar, hazırlaşdıq, gedirik. Amma hələ xəbərsizəm ki, Qorkovo parkda remont gedir. Həvəslə gedirəm ki, orada qəşəng şəkillər çəkdirəcəyik. Çünki Qorikovo park həqiqətən də çox möhtəşəm parkdır. Super yaşıllığı var. Parkın sahəsi yekə olduğuna görə hər yerində fərqli mənzərə ilə qarşılaşmaq olur. Bundan öncə gəldiyimdə də çox gedirdik o parka. İndi də getmək istədik ki, yaxşı şəkillər çəkdirək. Təəssüf ki, alınmadı. Bu mənzərəyə qətiyyən fikir verməyin. İstirdim Tamerlanı çəkim, amma nə qədər elədim ki, bu insan düşməsin, alınmırdı. Buradakı pəncərədən bayırı sizin üçün çəkmək istədim. Nə qədər çəkirdim, bu insan da düşürdü. Nə xanımlar, bu insan içkilidir və burada yatıb. Bir sərnişin gəldi vaqona, əlində də ki dəmir var idi. İnsanı burada yatan gördü və o da əyləşmək istirdi. Əlindəki dəmiri uzanan insanın ayağına o qədər bərk vururdu ki, özdə ən çox da topuq hissəsinə, topuq hissədəki bilirsiniz də nəsə dəyəndə ağrılı olur. O qədər o insanın yerinə pis oldum ki, sanki o dəmir mənim ayağıma dəyirdi. Elə istəyirdim ki, o insana sözümü deməyi. Təəssüflər olsun ki, mən rus dilində tam açıq, aydın başa düşürəm. Amma istədiyim kimi sözlərimi ifadə eləyə bilmirəm. Səlis danışa bilsəydim, istədiyim kimi danışa bilsəydim, o insana həddini bildirərdim. Bilirsiniz xanımlar, bu məndən asılı deyil. Əgər görsəm ki, kimsə kiməsə qarşı haqsızlıq edir, dərhal heç nəyə fikir vermədən müdaxilə eləyirəm. Haqsızlığa qətiyyən göz yuma bilmirəm. Başa düşürəm, içkilidir, bu insan orada yatıb qalıb və ona görə heç kim əyləşə bilmir. Görünüş olaraq da çox pis görüntüdür. Amma o cür insanla da vəhşi kimi rəftar eləmək olmaz. Səki xanımlar, biz yenə gəldik KFC-yə. Qorkovo park yekə olduğuna görə düşündük ki, öncə yemək yeyək, sonra gedək gəzək. Sifarişlərimizi verdik, əyləşdik, yedik. Artıq biz Qorkovo parka gedənə kimi hava qaralmışdı. Çünki bazar günü getməmişdik, yoldaşım işdən çıxmışdı, getmişdik deyənə. Havadakı artıq yavaş-yavaş qaralırdı. Xanımlar, biz artıq yavaş-yavaş hazırlaşırıq Bakıya qayıtmağa. Bileti də ki, almışıq ayın 29-una. Yoldaşım da bizi ilə birlikdə qayıdacaq, çünki sənəd işləri var. Onun bizi ilə qayıtmağı çox yaxşı oldu, çünki olana baxmaqda mənə xeyli kömək edəcək. Yadınızdadırsa, sizə də demişdim ki, biz Moskvaya gələndə Tamerlan bizim başımıza o qədər oyun açmışdı ki, Moskvanın aeroportu Domodedovo çox yekədir, ucu bucağı yoxdur demək olar ki. Tamerlan qaçırdı həm o başa, həm də bu başa. Təsəvvür edin ki, əlimdə sumkaları tutmuşam, hətta çamadanlar da var və Tamerlanı saxlaya bilmirdim. Ona görə də yoldaşımın bizi ilə qayıtmağı çox yaxşı oldu. Demək xanımlar, Moskvaya biz gələndə artıq bayıra çıxış üçün bir yoxlanış yeri var idi. Bütün çamadanlar o aparatdan keçməli idi və aparatın yanında da 2 dənə yekə it var idi. Bütün də yekəliyi az qala mənim boyuma çatırdı və o iti saxlayan insanlar da 3 qat mənim boydaydı. Həmən oğlanlar da ki, iti saxlayanlar maska taxmışdılar. Yəni ciddi yoxlanış gedirdi. Onlar gördü ki, Tamerlan mənə o qədər əziyyət verir. Yəni çamadanlarımı yığıram bir tərəfə, qaçıram Tamerlanı tuturam. Yoxlanışdan keçmək üçün də quyruq kimi sıra var idi. Mən Tamerlanı götürüb gəlincə yenidən axırıncı sıraya düşürdüm. Nəysə ki, xanımlar, Tamerlanın arxasıca 2-ci, 3-cü kruqdan sonra həmən yoxlama üçün dayanan insanlar mənə dedi ki, gəlin siz keçin. Dedim ki, bəs yoxlanış, saat çamadanları qoyun bu aparata. Dedi, ehtiyac yoxdur. Heç nə yoxlamırıq, siz keçin. Ay, mən onda bir sevindim. Dedim, Tamerlan, axırı ki, sənin bu qaçmağın mənə bir dənə xeyri oldu. Millət də əsəb keçirdir ki, bu boyda quyruqda gözləyən biz, xeyr ola, bu qızı yoxlanışsız keçirtdiniz. Daha sonra bilmirəm arxada nə baş verdi. Elə biz çıxdıq, gəldik. Təsəvvür edin ki, 3 ay boyunca mən burada həyəcan keçirdirdim ki, eyni vəziyyət yenə davam edəcək. Yəni biz Bakıya qaydanda.
Allahdan da belə alındı ki, yoldaşım sənət düzəltməli idi deyənə Bakıya qayıtmalıdır. Baxın xanımlar, gəlib çatmışıq Gorkiovu parka. Hər yerdə təmir gedir, bu cür bağlayıblar hər yeri. Açıq olmuş olsaydı buranın mükəmməl olduğunu sizə də göstərərdim. Ruslar əylənməyə çox önəm verirlər. Onlar xoşlayır ki, günləri yaxşı keçsin, maraqlı keçsin. Bu parkda da əyləncəli yerlərə çox rast gəlmək olurdu. İstəyirdim ki, sizə də göstərim. Sizə göstərmək alınmadı, kör peşman qaydırıq evə. Demək xanımlar, bu parkda bir yer var idi. Musiqi qoyurdular, insanlar özləri üçün oynayırdı. Digər yerdə padoşkalar var idi. İnsanlar orada əyləşib piknik qururdular. Digər yerdə rolik sürürdülər. Bu rolik adi rolik deyildi. Professional təlim keçirdilər. Kim istəsəydi onlara da qoşula bilərdi. Möhtəşəm dekorativ yaşıllıq var idi ki, orada şəkil çəkdirmək olurdu. Uşaqlar üçün əyləncə yeri və digər çox maraqlı yerlər var idi. Demək xanımlar, bu növbəti gündür. Biz yenə gedirik dənizə. Evdə nə var idisə onu qoydum. Sosiskadır, kalbasadır, qarpuzdur. Bu arada Bakıda bilmirəm var yoxsa yox. Burada sarı qarpuz da var. Biraz meyvə var idi, onu da qoydum. Soklardı, nagetsdi və gedəndə pizza da aldıq. Amma xanımlar, havadakı sərin idi. Sadəcə olaraq qızım dedi ki, getməmişdən yenə gedək. İlk dəfə gedəndə Leylanın çox xoşuna gəlmişdi. Biz dənizə gedən zaman heç vaxt qoymuram ki, gedib oradan yemək alaq. Suya kimi, çaya kimi evdən aparırıq. Çünki 60 qəpiklik suyu gedib dəniz qırağından 3 manat alırıq. Məncə buna heç lüzum yoxdur. Elə dəniz var ki, ora yemək keçirtmək qətiyyən mümkün olmur. Ona ki, olar, bisetka tutub əyləşirik. O dənizlər üçün mütləq yemək də yığıram. Düzdür, Moskvada dəniz yoxdur. Mən bundan öncəki vlogda da sizə demişdim. Sadəcə süni göl kimi yaradıblar və maraqlı yerdir. Bayaq qeyd etdiyim kimi ruslar əyləncələrinə çox önəm verirlər. Gedəcəyimiz gölü də ki, həm düşündüm Leyla istəyir, getməmişdən orada gedək ürəyində qalmasın. Də ki, mənim bir izləyicim var idi, oranı məndən soruşurdu. Və mən də ona demişdim ki, canlı çəkərəm, göstərərəm. Gördüyünüz kimi hava buludludur və sərindir. Buradan da pizza alırıq və gedirik dənizə. Və xanımlar, bunu soruşanlar üçün mütləq deməliyəm. Deməli, bura Dzержinskidir. Burada Aşan market var. Düz onun arxası həmən dediyim göldür. Ərazini də sizi üçün ətraflı çəkirəm, göstərirəm. Düzdür, bu ərazidə yaşayanlar artıq bilir ki, mən haranı deyirəm. Əgər məndən soruşandısa, demək ki, burada qalan deyil və yaxud da qalırsa da təzə gəlib, buranı bilmir. Demək xanımlar, ana girişi burdandır. Amma bu gölə hər yerdən daxil olmaq olur. Hətta bizim qaldığımız evin yanında bir dağ var, onu da göstərmişdim sizə. O dağın yanından da bu gölə düşmək olur. Yəni ki, çox yerdən bura enmək mümkündür. Xanımlar, hava tutqunuydu və sərin idi. Buna baxmayaraq Leyla da Tamerlanda çimdi. Düzdür, evdən çıxanda mən demişdim ki, heç kim çimməyəcək. Sadəcə gedək, əyləşək, yemək yeyək və gələk. Amma Leyla dəniz görəndə, su görəndə dayana bilmir. Hər ehtimala evdən çıxmamışdan demişdim ki, birdən hava isti olar. Ona görə də hazırlıqlı gəlmişdi. Baxın xanımlar, bizim yaşadığımız bina o başdaydı. Uzaqdan çəkdim, göstərdim sizə. Və gəlmə səbəbimiz sırf bura haqqında məlumat almaq istəyənlər üçün idi. Gördüyünüz kimi xanımlar, ərazini sizi üçün çəkirəm. Hər yerdən bura enmək mümkündür. Şərt o deyil ki, buranın pləkanından düşəsən. Görürsünüz, bu yolun axırı hara gedir. Tərəfdən də bura gəzə-gəzə gəlirlər. Hava isti olanda burada musiqi qoşurlar. Bura gələn sakinlər də ürəyi istədikləri kimi əylənirlər. Rəqs edirlər, oyunlar oynayırlar. Bir sözlə əyləncənin hər bir şəraitindən yararlanırlar. Ay o nə deyər, bu nə deyər, bunlarda qətiyyən belə düşüncə yoxdur.
Utanmaqları sıfır, hətta yolda bir dənə mahnı eşitsələr, düzdür, bu hamısına şamil deyil. Həmən mahnıya oynaya-oynaya yolda gedirlər. Bir sözlə xanımlar, mən bunu net deyə bilərəm ki, mühit insanı, onun fikirlərini 100% dəyişə bilir. Əvvəllər pis baxdıqlarıma indi başqa bucaqdan baxıram. Məsəl üçün yolda oynayan insan gedəndə düşünürdüm ki, yazıq deyə yəqin nəsə problemi var. Amma indi baxıram ki, yazıq mənim düşüncələrim olubmuş. İndi burada bayırda mahnı eşidib oynayan insan görəndə düşünürəm ki, nə gözəl xoşbəxtdir, necə gözəl kompleksizdir, utanmır. Yaşadığın yerdən, böyüdüyün mühitdən hər şey asılıymış. Burada nə demək istəyirəm, yanlış anlaşılmasın. O qədər ki, o nə deyər, bu nə deyər düşüncəsi ilə yaşamışıq ki, çox arzularımızın belə o nə deyər, bu nə deyər arxasıca getməmişik. Mən özümdən danışa bilərəm ki, mənim bütün həyatım o nə deyər, bu nə deyərlə keçib. Bir çox istəklərimi belə o nə deyər, bu nə deyər deyə təxirə də salmışam. Məsələn, biri YouTube kanalı açmaq üçün mən düz 5 il, 6 il yoldaşıma yalvarmışam. Mən bilirəm ki, yoldaşımın da düşüncələrində o nə deyər, bu nə deyər düşüncəsi var idi. Xanımlar, mən burada nə qədər qaldım ki, demək olar 3 ay. Burada bir çox yanlış xarakterimin fərqinə varmışam. Bunlardan ən önəmlisi bilirsiniz nədir? Nəinki mənim, bütün Azərbaycan xalqının. Biz öz həyatımızı özümüz üçün yaşamırıq. Başqalarının gözündə yaxşı olmaq üçün yaşayırıq. Baxın xanımlar, burada gölün ətrafında belə bir oyun meydançası yaradıblar. Bu meydançada həm mahnı qoyub rəqs edirlər, həm də ki, bu tərz oyunlar oynayırlar. Futbol oynamaq üçün də yerlər var. Dənizə corabla gedən ilk insan olaraq Guinness Rekordlar kitabına düşə bilərəm. Məni qınamayın da xanımlar, mən corabsız qətiyyən gəzə bilmirəm. Gəzərəm gəzməyinə, gərək hava o qədər isti olsun ki, mən corabımı çıxardım. Ya da ki, getdiyim yer, ayaq bastığım yer təmiz olmalıdır. Buradakı xanımlar, insanlar öz itlərində getirir və itlər də ki, öz ehtiyaclarını hara gəldi edirlər. Və xanımlar, artıq gedirik evə. Bu yolu görürsünüz. Özümüz bu yoldan getdik ki, buranı da sizin üçün çəkim göstərim. Demək, bayaq sizə dediyim kimi, bura gəlmək üçün müxtəlif yollar var. O yollardan da biri buradır. Burada da kabinetlər var ki, manqal götürüb kebabzat çəkmək olar. Deməli, bu yolu xanımlar, qışda qar örtür və buz bağlayır. İnsanlar da xizəklərini götürürlər, gəlirlər bura sürüşürlər. Təsəvvür edirsiniz, necə maraqlı olardı. Xanımlar, burada sizinlə sağollaşıram. Çalışacağam ki, növbəti vloqu da sabaha çatdırım. Artıq başlamışam evləri yığışdırmağa. Həm də ki, sizi üçün vloq çəkirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.